Bismillahirrahmanirrahim. Hər il olduğu kimi bu ildə Beynəlxalq Qüds Günü yürüyüşündə iştirak edirik. Amma bu il əvvəlkilərindən çox fərqlidir. İlk dəfə 1979-cu ildə İslam İnqilabının banisi İmam Xomeyni rəhmətullah əleyh tərəfindən əsası qoyulan Beynəlxalq Qüds Günü mübarək Ramazan ayının son cüməsi müsəlmanların küçələrə çıxaraq məzlum Fələstin xalqına dəstək olmaqları ilə qeyd olunur. Hər il dünyanın hər yerindən vicdanlı, azadlıq sevər insanlar bu yürüyüşləri təşkil edirlər. Amma yeganə ölkə İrandır ki, terrorçu İsrail rejimin işğalı altında olan Fələstinə sözün əsl mənasında əməli olaraq kömək edir. Bugünə qədər etdiyi istər maddi, istər mənəvi, istər silahlı və s. dəstəklər bir tərəfə, 2026-cı ilin əvvəlində Amerika və İsrailin İrana birgə hücumlarından sonra Ramazan müharibəsi çərçivəsində İsrailə birbaşa endirdiyi zərbələrlə məzlum Fələstinlərin sanki ürəyinə sərin su səpdi. Və Sepahın da elan etdiyi kimi bu dəfə fərqli bir Qüds günü olacaq. Ramazan müharibəsi davam edir.